İnsan həyatın qaydalarını bilsə, düz yaşasa, düz də bəndəlik eləyər. Bilirsiniz, bizim əsas problemimiz budur ki, biz həyatı bəndəlikdən ayırmışıq. Düz yaşamadan düz übudiyyət mümkün deyil, bəndəlik mümkün deyil. Allah yolunu doğru getmək mümkün deyil. Həyatı tanımadan bəndəlik eləmək də olmur. Bu çox vacib mövzudur ona görə də. Və hətta dindar olmayan insanlar üçün də mən düşünürəm bu mövzu faydalı ola bilər. Çünki onlar da həyat yaşayır və həyata hakim olan dəyişilməz qaydalar var. O qaydaları insan bilsə, Allahı qəbul etməsə belə yararlana bilər. Yaxşı bir insan ola, pis bir insan ola, hamının dadına çatan bir mövzudur. Məsələn, şeytan, iblis, biz onun haqqında həmişə danışırıq, ona lənət yağdırırıq, amma onun uğur qazanmasının səbəblərindən biri və əsası həyatı tanımasıdır. Həyatın qaydalarını bilməsidir. O həyatı tanıyır, həyata hakim olan qaydaları bilir deyə uğur qazanır və bizi azdırır, bizi yoldan çıxara bilir. Yoldan çıxarmaq elə belə təsadüfi bir şey deyil. Şeytan da mücərrəd buynuzlu bir quyruqlu ilə bizim tanımadığımız belə bir sırf bu şəkildə olan bir varlıq deyil, həyatşünas və insanşünasdır. Həyatı tanıyıb, insanı tanıyır deyə işində də uğur qazana bilir, müvəffəq ola bilir. O yüzden bir işdir, onu da bacarmaq lazımdır. Həyatın qaydaları haqqında bəhsimizi davam edirik. Bir ayət